18-ci sual. Məşhur sual demək olar ki, bütün qruplarda bu sualı paylaşırlar. Heç bir şəxs tərəfindən izah verilmədiyi üçün mən də bu sualın izahını sizlərə təqdim edirəm. Heç bir çətin sual deyil. Sadəcə burada qrupların dediyim kimi neçə üzü görünürsə, onları bilmək lazımdır. Gəlin baxaq, nə deyir? Deyir ki, 1 sm olan 64 dənə kub verilir. Bu kublardan, yəni 64 kubdan 23-ü qırmızı, 17-si ağ, 15-i mavi və 9-u sarıdır. Buna əsasən bu kubun xarici səthinin ən çox neçə kvadrat santimetr qırmızı olacaq? Gəlin bu kubu xəyalən təsəvvür edək. Yaxınlaşdıraq bunu. Gördüyünüz kimi 4 dənə eni, 4 dənə uzunluğu, 4 dənə də hündürlüyü var. 64 dənə kubdan, yəni balaca kublardan düzəlib. Yəni bunu saysınız. Görəsiniz 1, 2, 3, 4. Bu kublar nə qədərdir? 64 dənə. İndi qırmızını elə yerləşdirək ki, xarici səthin sahəsi daha çox olsun. Xarici səthin sahəsi nədir? Bu gördüyünüz kub neçə dənə üzün görürsünüz? 3 dənə. Yəni bunun dili 1 sm olsa, bunun xarici səthinin sahəsi nə qədər olacaq? 100 sm kvadrat. Bu qayda ilə. İndi qırmızı kubları əvvəlcə təpələrdə yerləşdirirəm. Çünki mən standart bir kubu yerləşdirsəm, 8 dənə kubun təpəsi var. Hansılarda gəlin göstərəm onları. Baxın 1, 2, 3, 4, 4 dənə də aşağıda. 1, 2, 3, bunun qarşısında 4 dənə. İndi gördüyünüz kimi burada 3 üzü görə bilirsiniz. Hansı üzünü görürsünüz? Gəlin yaxınlaşdırım görün. 1 üzün, 2 üzün, 3 üzün. 8 dənə təpə olduğuna görə 8-i vururam 3-ə. Deməli, bu kubun xarici səthinin sahəsi nə qədər olacaq? 24 sm kvadrat. Axı bizdə neçə dənə qırmızı vardı? 23 dənə qırmızı. Neçəsi çatmır? 8 dənə təpə idi. İndi 23-dən də çıxırıq 8-i. Neçə dənə qalır? 23-dən 8-i çıxanla qalır 15 dənə. İndi 15 dənə kubun xarici səthinin sahəsi də 15-dən nə qədər olacaq? 30 olacaq. Hardan gəlir? Onu da sizə deyəcəm. 15 vurulsun buradan 2. Nə qədər edir? 30 sm kvadrat. İndi umumi xarici səthin sahəsi nəyə bərabərdir? 30 üstə gəlinsin nəyə? 24-ə. Nə verir? 54 sm kvadrat. Deməli, düzgün variant hansı olacaq? C variantı olacaq. Gəlin indi 15-i niyə 2-yə vurdum? Onu da sizə izah edeyim. Qaranlıq qalmasın. Səkiz dənəsini təpədə yerləşdirmişdim də. Baxın, burada, birim burada. İndi 2 üzlü kublar hansılardır? 2 üzlü kublar, baxın. Birim burada yerləşdirirəm. Birim burada. Sonra bunun qarşısındakı 1, 2. Düzdür? 1, 2. 1, 2. Şöyle 1, 2. Sonra 1, 2. Gördüğünüz gibi 2 dənədir. Sonra 1, 2. Bakın 1, 2. Sonra 1, 2. O bu tərəfdə də var da, bunun bu tərəfində də var. Bax, belə sağa bilərsiniz, rahat olsun deyə. 2 burada, 2 burada, 2 burada, 2 burada. 13 dənə qədər elədi? 8. 8 dənə bunun qarşısındakı. 1, 2, 3, 4 dənə. 1, 2, 3, 4 dənə, düzdür? 24. Deməli, nə qədər olacaq? 24 dənə. Bu qayda ilə də sahəsiz.